futbolçuların sayı 3'e bərabərdir. Əliyan Ağayevin start fiti səsləndi. Beləliklə hər iki komandaya uğurlar arzulayırıq. Naxçıvan və İmişli təmsilçilərinin duelində bol qollu, məhsuldar görüş izləyəcəyimizi ümid edirik. Yaxşı oynadı indi isə növbə. Küncdən zərbənindir. Qapı qarşısına doğru ötürmə gəlir. Boşlu zərbə! Top qapının üstündən keçdi. Ziri təkrarı. Qarşısına ötürmə yaxşı alınmışdı. Bəxtiyar da elə də pis zərbə indirməmişdi. Lakin yekunda top qapının üstündən keçdi. Fernandez, topladı Fernandez, ötürməsi. Yaxşı alındı burada Ceyhun Nuriyevə. Rövlan Muradov. Rövlan yenidən Ceyhun Nuriyevə doğru ötürmə. Ceyhun qapı qarşısına doğru ötürmə edilir. Qapıya zərbə! Boşla zərbə! Burada əl oynuyor Augusto. Baxırıq, qapı qarşısı əl ötürmə. Silvester, daha bir ötürmə. Burada əl oynuyor. Araz Naxçıvan müdafiəsi İmişlinin hücumu davam edir. Fərid Nəbiyev. MKT Arazdanski, az öncə haqqında bəhs etdiyim liqada uğurlu olmuşdu. Uzun ötürmə gəlir Muhammed Mara. Başla zərbə və necə bir məqamda qolu vurmaq mümkün olmadı. İziri təkrarı. Başla zərbə Yusuf İmanov. Ardıcı Abdullah Sudin'in etməli olduğu. Sadəcə və sadəcə qısa bir toxunuşla topu qapıdan keçirmək idi ki, bu da alınmadı. Auguston'un tapşırıqları var komanda yoldaşlarına. Cərmə zərbəsini yerinə yetirir İmişli komandası, uzun ötürmə gəlir. Başla zərbə və bu dəfə də Augusto. Mükəmməl seyv gəlir Augusto'dan. Hərçənd ki oyundan kənar vəziyyətdə var. İziri yenidən təkrarı Fərid Nəbiyev. Bu məqamda oyundan kənar vəziyyət bayrağı qalxdı. Banguera'nın başla zərbəsi. Artur Augusto. 2 kritik seyv. Eyni adlı futbolçu oynayır. Söhbət Diogo'lardan gedir. Diogo Almeida, Diogo Rollo və indi Sudin'in zərbəsi. Uğursuz. Heç cür istədiyini edə bilmir bugün. Luis Silvester, hücumun istiqaməti dəyişir indi Banguera. Təhlükə yaradır İmişli Araz Naxçıvan qapısında. Banguera topladı. Zərbə gələ bilər. Gəlməli. Solla çəkir. Banguera və alınmadı burada heç cür. İmişli'nin istəyi daha bir zərbə. Top qapının üstündən keçir. Yusuf İmanov'un 3 nəfərdən ibarət canlı səddə tapşırıqları. Rövlan Muradov. Qapıya birbaşa zərbə gözlənir yəqin ki. Rövlan, dərin bir nəfəs. Rövlan Muradov! Banguera, əl ötürmə gəlirindi burada Cardozo'ya doğru. Təhlükəli yer İmişli komandası. Ötürmə yaxşı alındı. Almeida, daha bir ötürmə Vüsal Qəmbərova doğru. Vüsal, qapıya zərbə. Qapıcı yaxşı oynuyor. Out yerinə yetiriləcək Bruno Franco tərəfindən. Biz isə Fərid Nəbiyev topa yaxınlaşır. Qapı qarşısına ötürmə. Başla zərbə və Augusto. Mükəmməl reaksiya Artur Augusto'dan. Baxaq. Bəxtiyar Əsəmanzadə ötürmə. Cardozo yaxın məsafədə fərqlənə bilmədi. Əhsən. Luis Silvester cərmə zərbəsi yerinə yetirməyə hazırdır. Qapı qarşısına doğru ötürmə. Başla zərbə. Artur Augusto. İmişli komandası out'u yerinə yetirməlidir. Banguera. Yenə birbaşa cərmə meydançası daxilinə ötürməsi gəlir. Kim tamamlayacaq hücumu? Zərbə! Artur Augusto. Üçüncüdən zərbəni Luis Silvester yerinə yetirir. Ötürmə ilə başladı. Fərid Nəbiyev! Artur! Artur Augusto. Biz isə Fərid Nəbiyevin az öncəki mükəmməl zərbəsini izlədik. Artur Augusto doğru mövqeyi seçmişdi və Tuncay Yusifli meydandadır 3 nömrəli futbolçu. Bəli, Tuncay Yusifli.
Meydana daxil. Ağadaş Salyanski. Araz Naxçıvan həmləsini izləyirik. Ağadaş Salyanski top sinəsi ilə endirir. Ağadaşın zərbəsi. Top qapıdan aralı keçir. Baxırıq Ağadaşın zərbəsi. Top qapının yanından keçir. Belə, dəyərli tamaşaçılar, Əliyar Ağayev Araz Naxçıvan İmişli görüşündə Misli Premyer Liqasının birinci turunda Qəbələ şəhər stadionunda bu qarşılaşmanın 0-0 hesabıyla başa çatdığını rəsmləşdirir.